İndi isə izah edirəm nəyi? Şəkilə əsasən bəzi qeydlər apardıq ki, qüvvə momentinin müsbət olduğu hal, mənfi olduğu hal, momentlər qaydası belə ifadə olunur. Fırlanmaq ətrafında fırlana bilən cismin tarazlıqda olması üçün cismə təsir edən qüvvələrin fırlanma oxuna görə momentlərinin həndəsi yox, cəbri cəmi sıfıra bərabər olmalıdır. Niyə mən burada həndəsi cəm niyə demədim uşaqlar? Düzdür, biraz bu sadə bir məqamdır və dərsdən kənarda çıxıram yenə. Həndəsi cəm aiddir vektorial kəmiyyətlərin cəmlənməsinə. Cəbri cəm isə skalyar kəmiyyətə aiddir. Yəni biz skalyar kəmiyyətlərin cəminə heç vaxt həndəsi cəm deyə bilmərik. Yəni xırda bir qeyd də olsa nəzərinizdə olsun. Yəni yazıram M1 plus M2 plus M3 plus M'in bərabər olmalıdır sıfıra. Və biz, uşaqlar, indi mən bir şərt yazacağam ki, o şərt sırf bu şəkilə aiddir. Yəni, burada qüvvə momenti, lap kənarda ümumiləşdirmişini də yazıram. M1 müsbətdir, M2 isə mənfidir. Mən bu yazdığımı qeyd eləsəm burada, M1 üzərinə gəlsin. M2 mənfi olduğuna görə belə qeyd edirəm. Bərabərdir sıfıra. M1-in yerinə yazıram F1 vurulsun D1. Çıxılsın. M2-nin isə yerinə yazıram. İndi burada mənfi işarəsi F2 vurulsun D2. Bu bərabər olur sıfıra. Bir momentlər qaydasına əsasən. Yəni, mən bunu özümdən qeyd eləmədim. Momentlər qaydasına əsasən. Və buradan çıxır ki, işarəsi qeyd edirəm. Deməli, nə oluram? F1 vurulsun D1 bərabər olur F2 vurulsun D2-yə. Buradan bir nəticə çıxır ki, həmin o nəticəni mən indi sadə mexanizmlər barəsində məlumat verəndə izah edəcəm. Aha, bu hissəyə qədər yəqin ki, bir problem yoxdur. Aydın olar hamı üçün, məncə inşallah faydalı olar. Deməli, gəlirəm indi nəyi izah eləməyə? Sadə mexanizmlər barəsində danışacağıq. Biz Newton qanunlarını keçəndə birinci həmişə necə ki, statikanın əsasları bölməsini biz keçəndə mən bu dərsin ən başlanğıcında nə haqqında məlumat verdim? Ümumi statika haqqında məlumat verdim ki, statikada nədən bəhs olunur, nələri öyrənəcəyik. Sadə mexanizmləri də keçsəmişdən əvvəl xırda bir nüansı xatırlatmaq istəyirəm sizlərə. Biz Newton qanunları bölməsini keçəndə qüvvə haqqında danışarkən dedik ki, qüvvəni tam dəqiq şəkildə təyin etmək üçün nələri bilmək lazımdır? Qüvvənin qiymətini, istiqamətini və tətbiq nöqtəsini. Bu üç şərt nələr idi? Bir də qeyd eləyək. Qiymət, istiqamət və tətbiq nöqtəsi. Bu üç şərt məlum olandan sonra qüvvə dəqiq şəkildə təyin olunur. Qüvvənin qiymətini, istiqamətini və tətbiq nöqtəsini dəyişdirmək üçün istifadə olunan qurğulara deyilir sadə mexanizmlər. Sadə mexanizmlərə misal olaraq biz linkdir, blokdur, mail müstəvidir, dolanma çarxdır, vintdir, dişli çarxdır və s. bunu nümunə göstərə bilərik. Bəs link nəyə deyilir? Linkin tərifi isə belədir ki, tərpənməz dayaq ətrafında fırlanan bərk cisimdir. İndi hər birinin şəkillərini də qeyd eləyəcəm. Həmin o şəkillərə keçsəmişdən əvvəl istəyərdim ki, sadə mexanizmləri bir qədər qruplaşdıraq. Çünki mən öz şagirdlərimə də belə izah edirəm dərs müddətində. Sadə mexanizmlər iki qrupa böləcəm mən sadə mexanizmləri. Birinci olacaq link tipli sadə mexanizmlər. İkincisi isə mail müstəvi tipli. Birinci olacaq link tipli, ikincisi isə mail müstəvi tipli sadə mexanizmlər. Link tipli sadə mexanizmlər nələrə aiddir? Mən burada qeyd edirəm ki, uşaqlar, siz də rahat şəkildə yaza biləsiniz. Link tipli sadə mexanizmlər nələrə aiddir? Link, blok və biz dolama çarxı misal göstərə bilərik. Dolama çarx. Mail müstəvi tipli sadə mexanizmləri isə elə mail müstəvinin özü, mail müstəvi tipliyə, elə mail müstəvinin özü, ən son statikanın ən sonunda o haqda da məlumat verəcəm. Vint və tiv. Bunlar yəni mail müstəvi tipli sadə mexanizmlərə aiddir. Bunu demirəm ki, hökmən əzbərin, sadəcə olaraq hər birinə aid ən az bir nümunə, bir-iki nümunə bilsə sizə kifayət eləyir. Gəlirəm indi danışam nədən? Linkdən. Linkin tərifi belə oldu ki, tərpənməz dayaq ətrafında fırlana bilən bərk cisimdir. Uşaqlar, mən tərifləri özüm belə biraz asta tonda deyirəm ki, siz bəlkə orada qeyd eləmək istəyirsiniz, bəlkə sizin materialınızda və ya ki, oxuduğunuz hər hansı bir
PDF-dir, hər hansı bir materialda başqa cür formada veriləndə həmin o tərif, siz onu mən dediyim kimi də qeyd edə biləsiniz. Yəni baxın sizə hansı rahatsa onu da öyrənərsiniz. Dedik ki, tərpənməz dayaq ətrafında fırlana bilən bərk cisim adlanır link. Linkin biz əsasən iki növün keçəcəyik. Birinci növ link və ikinci növ link. Birinci növ link və ikinci növ link. Birinci növ linkə tərif verərkən deyə bilərik ki, linkin o dayaq nöqtəsi ona təsir edən iki qüvvə arasında yerləşir. İndi bunu biz şəkildə müşahidə eləyəcəyik. O dayaq nöqtəsi təsir edən qüvvələrin arasında yox, qüvvələr dayaq nöqtəsinin eyni bir ətrafında, yəni və yaxud eyni bir tərəfində olarsa da belə deyək. Belə link artıq adlanacaq ikinci növ link. İndi birinci növ linkə mən nümunə göstərirəm. Belə bir link çəkirəm, uşaqlar. Deməli, F1 qüvvəsi, uşaqlar, hansı qüvvənin qiyməti daha çoxdursa, onun qolu daha az olacaq. İndi niyə belə deyirəm, onu hansı şərt əsasən deyirəm, izah edəcəm. Deməli, belə deyək də, F1 qüvvəsi daha çoxdursa, onun qolu daha az olsun. Dayaq nöqtəsini yerləşdirirəm buradan. Dayaq nöqtəsini buradan belə yerləşdirirəm. Aha, buna deyirəm D1, yəni F1 qüvvəsinin qolu. Buna da deyirəm D2, F2 qüvvəsinin qolu. Bu nə oldu uşaqlar? Birinci növ link oldu. Dediyimiz kimi, baxın, qaydanı tətbiq etsək, linkin o dayaq nöqtəsi ona təsir edən iki qüvvə arasında yerləşir. Yəni, F1 ilə F2 arasında yerləşir. İkinci növ linkdə isə o dayaq nöqtəsi təsir edən qüvvələrin arasında yerləşmir. Qüvvələr dayaq nöqtəsinin eyni bir tərəfində yerləşirlər. Məsələn, yenə belə bir link qeyd edirəm. Yadınızda saxlayın uşaqlar, bayaq dediyim qayda çox vacib bir nüans idi. İndi onun da haqqında geniş danışacağam. Hansı qüvvənin qiyməti daha... Biz bilirik ki, qiyməti böyük olan qüvvənin, belə deyək də, qüvvə vektoru, yəni uzantısı daha böyük göstərilir ki, fərqləndirir. Necə ki, biz eyni istiqamətdə yönələn qüvvələr üçün qiymət tapırdıq, yekun əvəzləyicinin əks istiqamət həmişə qiyməti az olan qüvvənin uzunluğu, yəni şəkildə daha az göstərilir. Yəni o da eyni bir şeydir. O dayaq nöqtəsini yerləşdirirəm burada. O dayaq nöqtəsini burada yerləşdirirəm. F qüvvəsini belə qeyd edirəm. Bu cisim, bu da P. Gördüyünüz kimi, bu da ikinci növ linkdir. O dayaq nöqtəsi təsir edən qüvvələrin arasında yox, eyni bir tərəfindədir. Belə bir sual var ki, test toplusunda linkin iş prinsipi nəyə əsaslanır? Linkin iş prinsipi uşaqlarım bayaq öyrəndiyimiz momentlər qaydasına əsaslanır. Momentlər qaydası necədir? Momentlər qaydası belədir ki, necə ki, bayaq biz yazdıq, M1 bərabərdir F1 vurulsun D1-ə, M2 də bərabər olacaqdır F2 vurulsun D2-yə. Momentlər qaydasının indi dedik ki, linkin iş prinsipi momentlər qaydasına əsaslanır. Və linkin də tarazlıqda olması üçün qüvvələrin modulları qollarla tərs aslı olmalıdır. Yazıram şərti. M1 bərabərdir M2-yə. M1-in yerinə yazacağam F1 vur D1. M2-nin yerinə yazacağam isə F2 vurulsun D2. M1-in yerinə yazıram F1 vurulsun D1. M2-nin də yerinə yazıram F2 vurulsun D2. Buradan alıram ki, F2 bölünsün F1 nisbəti bərabər olur D1 bölünsün D2-yə. Bu şərt uşaqlar adlanacaq linkin tarazlıq şərti. Bu adlanacaq nə? Linkin tarazlıq şərti. Nə nəticəyə gəlirik linkin tarazlıq şərtinə? Qüvvə ilə qollar tərs asıdır. Qüvvə ilə qolları tərs asıdır. Burada F2 bölünsün F1 nisbəti isə onu da ayrıca qeyd edirəm. Bu nisbət qüvvədə qazancı göstərir. Qüvvədə qazancı göstərir. Bunu da qeyd etdik. Deməli, sizdə sual düşəndəki linkin iş prinsipi nəyə əsaslanır? Momentlər qaydasına. Və biz tarazlıq şərtindən də görürük ki, linkdə böyük qüvvəni kiçik qüvvəyə tarazlaşdırmaq olur. Yəni, qüvvədə qazanc da əldə etmək
mümkündür. Tarazı kanunda da momentlər nisbəti hər zaman 1-ə bərabərdir. Çünki biz elə ki, ringin tarazlıqda olması üçün qüvvə ilə qollar tərs aslı olmalıdır. O da bu şərtdən çıxır axı. M1 də M2-yə bərabərdirsə, tarazı xanda momentlər nisbəti onda nəyi verəcək mənə? M1 bölünsün M2 nəyi verəcək? Bu nisbət verəcək mənə nəyi? 1-i. F2 bölünsün F1 nisbətdə qüvvədə qazancı göstərir. Uşaqlar, birdən elə bir məsələlər düşər ki, sizə ringin uzunluğu soruşurlar. Ringin uzunluğu ilə qolların cəminə bərabərdir də, belə deyək. Deməli, mən indi bir dənə burada nümunə göstərəcəm sizə. Belə bir test nümunəsi göstərəcəm. Bu qaydanı tətbiq edək. 6 bərabər hissəyə bölürəm. Bir, 2, 3, 4, 5, 6. Bu hissə artıq olduğuna görə bu hissəni siləcəm. Deməli, 1, 2, 3, 4, 5, 6 dənə hissə olmalıdır. Dayaq nöqtəsini yerləşdirirəm buradan. Dayağı yerləşdirirəm buradan. Və şərt də belədir ki, bir çox məsələlərdə ringin çəkisi nəzərə alınmır deyilir. Burada isə qeyd eləyəcəm mən, ringin çəkisi nəzərə alınsa. Ringin çəkisi nəzərə alınsa. Deməli, bunu da yerləşdirirəm buradan. Buna da deyirəm F qüvvəsi. Deməli, uşaqlar, burada biz momentlər qaydasını gəlin tətbiq eləyək. M1 bərabərdir M2-yə. Düzdür? Yazıram F vurulsun D1 bərabər olur P vurulsun P. D vurulsun D2. Buradan nə çıxır? F-in qolu nədir? Qüvvə qolunun tərifini tətbiq eləsə, uşaqlar. Biz bayaq məsələn qüvvə qoluna tərif verəndə dedik ki, fırlanma oxundan qüvvənin təsir xəttinə endirilmiş perpendikulyarın uzunluğuna deyilir. Qüvvə qolu üçün belə bir tərif də verə bilərik ki, qüvvənin tətbiq nöqtəsindən dayağa qədər olan ən qısa məsafə. Məsələn, bu fərqli bir qələmdən götürüm. Yəni, burada izah eləmək üstün odur ki, hər dəfə fərqli qələmdən qeyd edə bilirəm. F-in qolu 1, 2, 3, 4, 5, 6. Dayağa qədər 6. Yəni, buradan alıram ki, F vurulsun 6 bərabərdir. P-in, bunun qolu isə 1, 2, 3 olacaq. Alıram P vurulsun 3-ə. Buradan da almış oluram ki, hər tərəfdə deməli 3-ə ixtisar aparsaq 2F bərabər olur P-yə. Yəni F də buradan P bölünsün 2 nisbətinə bərabər olmuş olacaq. Bu da oldu belə bir nümunə. Buna aid test toplusunda çoxdur deyə sual. Yəni mən sırf bu test nümunəsi üzərindən sizə izahlar verdim. Daha sonra nə izah verəcəm? Mexanikanın qızıl qaydası. Mexanikanın qızıl qaydası belə ifadə olunur ki, qüvvədə neçə dəfə qazanılırsa, məsafədə də bir o qədər dəfə itirilir və bunun əksi də ola bilər. Və heç bir sadə mexanizm işdə qazanc vermir. Uşaqlar, belə bir halı mən sizə izah eləmək istəyirəm. Düzdürsə, bir qədər çətin gələ bilər bu isə, çünki işin düsturunu hələ ki keçməmisiniz, amma zaman-zaman öyrənəcəyik hamısını. Tutaq ki, hər hansı bir